Değerli izleyicilerimiz, bugünkü mövzumuz Xətai rayon sakini Səmədova Qönçə Hacıağa qızının Media Inform kanalına təkrar müraciəti bizi çox təəccübləndirdi. Qönçə xanım Səmədovanın müraciətinin mahiyyətində Xətai rayonunda bəzi dırnaq arası məmurlar tərəfindən mülki və mənəvi hüquqlarının pozulmasından bəhs edir. İndi isə müraciət müəllifini dinləyək. Özünüzü təqdim edin. Mən Səmədova Qönçə Hacıağa qızı, Xətai rayonu 2944-cü məhəllə ev 131-də yaşayıram. 45 ildir mən bu ünvanda yaşayıram. Yaşadığım tam qəzalı mənzilim 26,9 kvadrat metrdir. 2 oğul, 1 qız anasıyam. Mənim qızım xəstədir, əlildir, onkoloji xəstə, asma bronxit xəstəliyi və şəkər xəstəsidir. 18 ildir mən bütün aidiyyəti orqanlara şikayət ərizəsi ilə müraciət edirəm, çəkilişlər edirəm, Space kanalı çəkiliş edib, Media Inform TV, Kanal 13 dəfələrlə yayımlanıb, hətta Real TV gəlibdir, televiziyada Mirşahin Ağayevin işlətdiyi Real TV televiziyasına da çəkiliş edib aparmışdır. Lakin Real TV Xətai İcra Hakimiyyətinə müraciət edəndə Xətai İcra Hakimiyyətinin şöbə müdürü Pənah İmanov bildirmişdir ki, biz Qönçə xanıma kömək edirik, hər dəfə onu qəbul edirik, ancaq yalan danışırlar. Heç məni icra başçısı nə qəbul etmir, heç salamımı da almır. Çünki bu çəkilişləri görüb onun vəziyyəti başqa cür olubdur. Mənə qarşı... Üzr istəyirəm. İcra hakimiyyəti kimdir hal-hazırda? Hal-hazırda Xətai İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdir. Keçmiş başçı Razim Məmmədov hal-hazırda prezident administrasiyasında baş məsləhətçi işləyir. Göndərilən prezidentimə məktublar İlham Əliyev və Mehriban xanıma olan məktubları Razim Məmmədov yox edir, gizlədir. Mən 2014-cü ildə Heydər Əliyevin doğum günündə Heydər Əliyev sarayının qarşısında İlham Əliyev cənabları ilə Mehriban xanımla görüşüb xatirə şəkli çəkdirdim. Məktub da verdim. Hər biri cənab prezident İlham Əliyev də bildirdi, mən kömək edəcəm. Mehriban xanım bildirdi, mən kömək edəcəm. Göstərişlərini versələr də siz görün ki, aidiyyəti orqanlar prezidentlə çəkdirdiyim şəkili, məktubu gizlədən adamı bunu araşdırın, araya, ərsiyə gətirin ki, görək hansı səbəbdən Razim Məmmədov mənim prezident də Mehriban xanımla olan şəklimi cırıb cibinə qoydu. Məktubun surətini mən Bakı şəhər İcra Hakimiyyətinin ümumi şöbəsindən çıxartmışam. Altında möhür də vurulub ki, nəzarətdədir. Lakin bugünə kimi mən 18 ildir şikayət edirəm. Xəstə balalarımla ölüm və olum arasında qalmışam. Çabalayıram o qəzalı mənzildə. Tikinti tikmişəm. Razim Məmmədov 12 dəfə tikintimi söküb. 15 min mənə ziyan vurub. Üzümə oturub mənə bildirib ki, məndən yazırsan. Mən haqqı, ədaləti tələb edirəm. Azərbaycanın qanunlarına hörmət edən hər bir şəxs bu qanunlara əməl etməlidir. Qanun şahdır, şah qanun deyil. Ona görə də mən dövlətimin baş prokuroru cənab Kamran Əliyev cənablarına müraciət etdim. Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarına müraciət etdim. Hal-hazırda deməli baş prokurorluq Kamran Əliyev cənabları məni 8 aydır qəbul edib. Xətai İcra Hakimiyyətində keçirilən qəbulda. Lakin Xətainin prokuroru Sərdar İmanov 2-ci mərtəbədən qaça-qaça gələrək Qönçə xanım, heç nə danışma, 3 dəqiqə danışqına. Buna nə reaksiya verə bilərsiniz? Mən bütün olanları Kamran Əliyev cənablarına bildirdim. Kamran Əliyev cənabları 8 aydır göstəriş verib, amma heç bir irəliləyiş yoxdur. Həm deməli, baş prokurorluq və Daxili İşlər Naziri arasında 2 tərəfli araşdırma olmalıdır. 2 tərəfli araşdırma gedir. Lakin onlar göstəriş versə də baş prokurorluq, şəhər prokuroru Mobil Şəfiyevə göstəriş verib, Mobil Şəfiyev də Xətai polis idarəsinə göstəriş verib, lakin bunlardan heç bir nəticə, cavab yoxdur, rəsmi sənəd yoxdur. Çünki Xətai polis idarəsi də, Xətai İcra Hakimiyyəti də, Xətai prokurorluğu da, üçü də əlbir olub cinayət əlaqəsinə girib, mənim uzun illər istifadəmdə olan torpaq sahəsini, 12 sot torpaq sahəsini Delfin MMC adlı şirkətə satmışdır.
Delfin MMC-nin rəhbərləri Hacı Kamal, Hacı Etibar, Rövşən Fərhad. Bunlar əsl hacı deyirlər. Bunlar qonlarına hacı adını alıblar. Ancaq yetimlərin ahını yeyirlər bunlar. Onu axıra qədər yeyə bilməyəcəklər. Real TV gəlib çəkiliş eləyəndə də Hacı Kamallar, Hacı Etibarlar, Rövşənlər, Fərhadlar gizləndilər. İndi binanın sakinlərindən öyrənmişəm ki, onlar ancaq gecə saatlarında gəlirlər bura. Hətta binanın həyətində onların satış ofisləri də var. Orada gözətçi şəklində oturub Tofiq adlı şəxs var. O mənə ağzından çıxanı təhqirli sözləri dedi. Yekə arvazsan, yalan danışırsan, mənimlə istili xəttimi partlatmısan. Çox şərlər, böhtanlar. Ancaq hər cəhdlə mənim ailəmi məhv etmək qərarına gəliblər. Məni dəfələrlə hədəliyiblər ki, sənin oğlunun cibinə narkotik atarıq, evinə narkotik atarıq. Səsini çıxartma. Baş polis idarəsindən bəlkə 100 dəfə mənim şikayətlərimə əsasən 1000 dəfə mənim 102 xidmətinə şikayətlərim olub. Dəfələrlə mənim uşaqlarımı hədəliyiblər. Qızımı metronun üstündə, xəstə qızımı. Üzr istəyirəm. Bu kimlər hədəliyir? Ancaq Xətai prokurorluğu, Xətai polis idarəsi, Xətai icra hakimiyyəti. Üçü 51'dirlər bu adamlar. Üçü. Qrup şəklində bu işin başında dayanıblar. Çünki küllü miqdarda pul yeyiblər. Mənim qonşularım 12-13 nəfərə binadan mənzil verilib, kompensasiya verilib. Mənim 12 sot torpağımı götürüb, yaxın gəlsə bu qadının oğlunu tutturun, evinə narkotik atdırın, oğlunun cibinə narkotik atdırın. Bu günə kimi də hədə qorxu altında yaşayırıq. Amma son mənzilə qədər mən bunlarla mübarizə aparacam. Öz fikrimdən dönən deyiləm. Hacı Kamal hətta mənə qadına layiq olmaya əxlaqsız sözlərlə təhqir edirdi. Mən buradan efirdən demək istəyirəm. Hacı Kamal, o dediyin təhqirli sözlər sənin ailəyə aiddir. Anıva bacıya aiddir. Mən bunu qorxmadan deyirəm, çəkinmədən deyirəm. Çünki dövlətim mənim arxamdadır. Baş prokuror, Daxili İşlər Naziri. Mən ancaq bunlara güvənirəm. Mən indi də xahiş edirəm dönə-dönə. Cənab Kamran Əliyev cənabları, məni qəbul edin. Bu işi araşdırın. Bu korrupsioner məmurların əməllərin ciddi surətdə araşdırın. Bu adamların sərəncamı saxtadır. 2004-cü ildə alıbdır. Daşınmaz əmlak dövlət reyestr xidmətindən nə əvvəllər, nə hal-hazırda mülkiyyət kimi qeydiyyata alınmayıbdır. Söhbət Delfin MMC-dən gedir. Bəli, Delfin MMC binanı tikəndən sonra adını dəyişib Twins Art MMC qoyubdur. Bunlar zor gücünə məni çölə atıblar. 100 dənə polis töküblər, icra nümayəndələri gəlib, prokurorluq gəlib, məni küçəyə atıblar. Ölümlə olum arasında qalmışam. 26,9 kvadrat metrlik qəzalı mənzildə sürünürəm. Yatdığım kravatın altında krisalar o başa qaçır. Yanıma bir ağac qoymuşam ki, arada vururam, divara taqqılladıram ki, krisa kravatıma çıxmasın. Mənim hətta bir dəfə qulağımı da çişləyibdi krisa. Mən bu vəziyyətdə yaşayıram. Mən istəyirəm baş prokurorluq, Daxili İşlər Naziri yerində nümayəndə göndərəsiz baş prokurorluqdan, Daxili İşlər Nazirliyindən şəxsən yerində araşdırma aparılsın. Çünki Xətainin məmurları öz ciblərini doldurublar. Özləri için yaxşı özlərini tutublar. Xətai prokuroru, Xətai icra hakimiyyəti, Xətai polis idarəsi. Baş prokuror göstəriş versə də Tural Abdullayev müstəntiq güya araşdırma apardı, rədd elədi. Sonra Nurlan Ağazadə, axırda da müstəntiqlərin rəisi Cabir müəllim, Delfin qaldı qıraqda məni icra hakimiyyətinə tərəf yönəldir. Mən Delfindən şikayət eləyirəm. İndi adını dəyişib Twins Art qoyan Hacı Kamal, Hacı Etibar, Rövşən Fərhaddan şikayət eləyirəm. Mənim haqqım, hüququm tapdalanıb. Mənim haqqımı versin, təzminat versin, binadan mənzil versin. Mənim qızım 18 ildir kirayədə qalır. Oğlum məzarlıqda yaşayır. Özüm tam qəzalı bir mənzildə yaşayıram. İlan kimi sürünürəm məzarlığın içində. Mənim ailəm məhv olur. Bilmirəm ki, bunlar 36-cı polis bölməsi də elə qurğu qurub ki, bizim bir dənə şikayətimizə baxılmır. Malımıza, mülkümüzə, canımıza ziyan vururlar. 102'ye zəng eləyirəm. Atırlar 36-cı bölməyə, 36-cı bölmə heç bir şikayətə baxmır. Mən bunu Kamran Əliyevə də demişəm, ancaq öz ciblərini doldururlar. Haqlının yox, bunlar güclünün tərəfindədirlər. Ona görə də mən İsveç kanalını çağırdım 3 dəfə. Məktub göndərdim xəbər adamın verişinə.
Amil Xəlilin verişindən Rüfət adlı oğlan gəldi, çəkiliş elədi. Amma aparıb sənədləri gizlətdi. Mən hər dəfə qaynar xəttə zəng eləyəndə Rüfət deyir, mənim çörəyimə bais olma. Bəs sən niyə gəlib çəkiliş elədin mənim evimdə, ay Rüfət? Sən deməli cib doldurmağa gəlmişdin. Mən Amil Xəlili bilirəm ki, kişi kimi haqlının tərəfindədir, güclünün tərəfində deyil. Ona görə də mən çarəsiz qalıb Azər Hüquq Mərkəzinin rəhbəri Tağı müəllimə səs göndərdim. Xahiş edirəm acizanə şəkildə Amil Xəlilin şəxsi nömrəsini verin. Mən bu adama bildirim ki, sənin işçilərin gəlib evində çəkiliş elib 4 aydır. Amma efirə vermirlər. Haqq ədalət üzülməz, haqq incələr üzülməz. Qanun var, qayda var. Dövlətimin qanunlarına mən hörmət edirəm. Mən haqqı, hüququmu tələb edirəm. Mən öz başımdan danışmıram bu işləri. Mən 30 ildir Xətai İcra Hakimiyyətinə mənzil növbəsindəyəm. Hal-hazırda güzəşli mənzildə mən 13-cüyəm. Mən Ələsədova müraciət edirəm, göndərir Bakı Şəhər İcra Hakimiyyəti. Bakı Şəhər İcra Hakimiyyətində Rəşid Ağayev, tikinti şöbəsinin müdürü, dəfələrlə yazır, işin gedişatına nəzarət olunur. İşin gedişatına nəzarət olunur, amma yalandır. Birbaşa Xətai İcra Hakimiyyətinin başçısına məktub göndərmirlər, ötür-ötür oyun gedir. Nazirlər Kabineti göndərir, Bakı Şəhər İcra Hakimiyyəti, İcra Hakimiyyəti, Xətai İcra Hakimiyyəti. Hələ bir məktubuma Xətai İcra Hakimiyyəti cavab vermir. Mən gedəndə də məni ümumi şöbəyə buraxmırlar. Aşağıda qalıram, ərizəni yazıram, pəncərənin ağzına qoyuram. Sonra da mən müraciət edəndə ki, ümumi şöbəyə ərizəmin mahiyyəti, cavabı nədir? Deyir, burada əli ərizə yoxdur. Hamısını yox edirlər. Bunlar ancaq öz ciblərinə işləyirlər. Arada bərədə mənim bayramlarda evimə, mən bunu Kamran Əliyevə də demişəm. Bunlar görürsən ki, köməklik edirdilər, karobka göndərirdilər. 3 manat, 5 manat bizə görsən köməklik edirdilər. İndi onu da heç göndərmirlər də, çox acınacaqlı bir vəziyyətdə yaşayıram. Qızım kiraya pulunu ödəyə bilmir, oğlum məzarlıqda, özüm də bu vəziyyətdə. 3 ailəni Hacı Kamal, Hacı Etibar, Rövşən Fərhad küçədə qoyubdur. Çünki bunların arxasında Xətai prokuroru, Xətai polisi, Xətai İcra Hakimiyyəti dayanır. Ancaq bunlardılar. Mən çox xahiş edirəm yenə də dönə-dönə. Baş prokuror Kamran Əliyev cənabları, məni qəbul edin. Mən olanları sizə çatdırım. Baş prokurorluqdan nümayəndə gəlib yerində araşdırma aparsın. Daxili İşlər Naziri Vilayət Eyvazov, mən sizdən çox xahiş edirəm, məni qəbul edin şəxsən. Mən sizə deyəcəklərim var. Bu rayonda bizi göz verib işıq vermirlər. Az qalır ki, balalarım desin ki, gəlin Xətai rayonundan köçək gedək. Köçək gedək, hər dəqiqə bizim malımıza, əmlakımıza ziyan vururlar. Hətta qızım kirayədə qalsa da, onun kreditlə aldığı maşının üstünə də cinsi azlığın nümayəndəsini öyrədiblər, axır bu varianta əl atıblar. Bir dənə heyvanı, pişiyi atıb, maşının portresini sındırıb, tükət edib, kameraya düşüb, hər şey görüntülər var. Lakin Xətai polisi bunu araşdırmır. Çünki 36-cı bölmədə olan, bu işə baxan Emindir, Romandır, sonra müstəntiqdir. Hamısı o cinsin nümayəndəsindən rüşvət alıblar. Ona görə də araşdırma aparırlar. Mənim kirayədə uşağım kiraya pulun belə ödəyə bilmir. Dalbadal bizə udar vururlar. Ancaq udar vururlar. Axır məcburiyyətdən mən qapıya kamerada qoymuşam. Kameramı da 23-cü ilin dekabrın 29-unda gəlib məcburən qapını açır ki, bir qız itib mən kameraya aç baxım. Dedim, get, qonşularda var, get ora bax günah. Ora gedib baxmaq istəmir, mənə qırmızı vəsiqə göstərir. Məcburən evə girib evimə narkotik atmaq istəyirdi, oğlumun cibinə narkotik atmaq istəyirdi. Mən qapını açmadım. Dəfələrlə polis idarəsi gəlib mənim o çürümüş kollarımı, linoleumləri, sınıq taxtaları qaldırıb evimə soxulubdu ki, görsün ki, nə yolla olursa olsun mənim balalarımı tutturmağa çalışsınlar ki, evimə narkotik atsınlar. Bu dövlətdə mən yaşayıramsa ancaq dövlətimin güc strukturlarından kömək istəyirəm. Çünki başqa orqanlar, mən 7-10 orqanlara müraciət edirəm, heç kəs şikayetimə baxmır, heç bir nəticə yoxdur. Ancaq mən Kamran Əliyevdən, Vilayət Eyvazovdan kömək gözləyirəm. Mənə kömək edin, çıxılmaz vəziyyətdəyəm. Cənab prokuror, cənab Daxili İşlər Naziri. Xanım, belə çıxır ki, bu adlarını sadaladığınız məmurlar ölkə prezidenti İlham Əliyevin etimadını doğrudurlar. Bəli. Yəni belə çıxır.
Bəli. Dəfələrlə siz biraz bundan öncə söhbət əsasında bizə məlum oldu ki, dəfələrlə müraciət etmişsiniz. Bəli. Hətta xatirə şəkillərini də sizə verməyib. Bəli. İcra hakimiyyəti orada o. Bəli, keçmiş icra başçısı Razi Məmmədov. Mən buradan ona görə deyirəm ki, bütün Azərbaycanın güc strukturlarına, görün prezidentlə çəkilən şəkili Razi Məmmədov cırıb gizlədir. Verdiyim ərizəni gizlədir. Lakin mən Bakı şəhər icra hakimiyyətinin ümumi şöbəsindən arxivdən çıxartdırdım ki, altında möhür var ki, nəzarətdədir. 2014-cü ildə mən prezidentlə görüşmüşəm, Mehriban xanımla görüşmüşəm. Eşitsin buradan mənim ali baş komandanım İlham Əliyev cənabları, vitse-prezidentim Mehriban xanım, xahiş edirəm, bu işə nəzarət edin, bu işi araşdırmaqda mənə köməklik edin, bir ananın naləsini, bir balaların, 3 balanın haqqını yeyənləri cəzasına çatdırın, sizdən çox xahiş edirəm. Mən televiziyalara müraciət etmişəm ki, bu adamlar, icra hakimiyyəti, Xətai prokuroru, Xətai polisi hamısının qolun vurur ki, efirə verməyin, prezident görəcək. Mən Real televiziyasına xahiş edirəm, məktub da göndərdim yenidən. Realdan gəlib çəkiliş etdilər. Mən bir Şahin Ağayevdən xahiş edirəm. Bunu dönə-dönə işıqlandırın. Cənab prezidentə göstərin, Mehriban xanıma göstərin. Amil Xəllin verişindən xahiş edirəm. Çox xahiş edirəm. Yenidən çəkiliş edin. O Rüfət kimi adamları oradan götürün. Bu adamlar öz ailəsinin dolanışığı üçün belə eləyirlər. Mənə deyir, mənim çörəyimə bais olursan. Xəzər TV-yə də müraciət etmişəm, Real TV-yə də, İspeys kanalına da müraciət etmişəm. Efirə verilsin ki, görsün ki, baş prokuror məni qəbul edir. Başqa orqanlar, yuxarı təbəqələr qəbul edir. Lakin Xətai prokuroru, Xətai icra hakimiyyəti, Xətai polis idarəsi mənim bir sözümü saymır. Məni hamısını qulaq ardına vururlar, heç bir qərar qəbul etmirlər. Gizlədirlər, prezident görməsin, ancaq bunu istəyirlər. Yalnız Mirşahin Ağayev Real TV-dən çəkiliş eləyibdi, onda da yalandan çıxıbdı. Pənah İmanov bildirib ki, biz Qönçə xanımı qəbul edirik, Qönçə xanıma kömək edirik. Yalandan deyirlər, buna tikinti materialı vermişik. Mənim 12 dəfə tikintimi söküb, 15 min ziyan vurub. Mən indi də bankə pul ödəyirəm. Gör necə ağ yalan danışırlar. Hətta bankın kağızını da mən icra hakimiyyətinə təqdim etmişəm. Bəs mən nə ilə dolanım? Kommunalları necə verim? Necə çörək yiyim? Xəstə balalarımı necə yaşadım? Buna reaksiya bildirin. Xahiş edirəm Mirşahin Ağayevdən, baş prokurordan, Daxili İşlər Nazirindən. Bu işə öz gücünüzü göstərin. Mən onu da bildirmək istəyirəm ki, Respublikanın baş prokuroru Kamran Əliyev cənabları 2024-cü ilin 8-ci ayında Xətai prokurorluğunda şəxsi qəbulu zamanı məni qəbul etmişdir. Bütün sənədləri danışmışam da, bütün sənədləri 56 vərəq baş prokurora təqdim etmişəm. Yəni, hamısı həqiqi, hüquqi sənədlərim olubdur ki, mənim o tam qəzalı 26,9 kvadrat metrlik qəzalı mənzilim Xətai icra hakimiyyətinin göstərişi ilə Bakı Mənzil Kommunal Departamenti tərəfindən sökülüb tikilməlidir. Lakin Xətai icra hakimiyyəti heç bir məktub vermir, göstəriş vermir Bakı şəhər icra hakimiyyətinə. Keçmişinci 2008-ci illərdə Hacıbalı Abutalibovun vaxtında 2 məktub ünvanlanıb Nazirlər Kabinetinə, baxış keçirilib, fövqəladə halların aktı var, Xətai icra hakimiyyətinin aktı var. Mənim yaşadığım tam qəzalı mənzil Bakı Mənzil Kommunal Departamenti tərəfindən yenidən sökülüb tikilməlidir. Deməli, dəyirman bildiyini eləyir, çax-çax baş ağrıdır. Bunlar prezidentin etimadını doğrultmurlar. Ancaq öz ürəklərində, fikirlərində nə tutublar, ona da əməl edirlər. Heç kəsi saymırlar, gözləri ayaqlarının altını görmür. Ona görə də mən ancaq Vilayət Eyvazov cənablarından şəxsən xahiş edirəm, acizanə şəkildə məni qəbul etsin. Kamran Əliyev cənablarından xahiş edirəm ki, göstərişlərinizə əməl edilmədiyi üçün məni yenidən qəbul etmənizi çox xahiş edirəm sizdən. Mən dövlətimin başçısı, ali baş komandan, cənab İlham Əliyev cənablarından, vitse-prezidentin Mehriban xanımdan çox xahiş edirəm, acizanə şəkildə 68 yaşlı ananın naləsini eşidəsiniz. Bu ölkədə korrupsiyona məmurların əməllərini ciddi surətdə araşdırasınız. Çox xahiş edirəm, cənab İlham Əliyev cənabları, Mehriban xanım,
Mənə kömək edin. Bu məmurların əməllərini ciddi surətdə araşdırın. Xahiş edirəm sizdən. Əvvəlcədən təşəkkürümü bildirirəm.